Getdik. Ben buradan Birinci Dünya TV'nin rəhbərliyini salamlayıram. Zahir 41'də sənətkar. Ben sizin gibi dost kazandım. Yani dostluğumuz daim. Hakim müəllim, bizim Sadıq müəllim sənətkarımız yani burada buralardadır. Bayaq dedim, ben özüm də əməklər bu vətəndə yaşayırıqsa, Cənab Prezidentimizin, Ali Başkanlarımızın hesabına, şəhidlərimizin, qazilərimizin hesabına yaşayırıq. Allah şəhidlərimizə rəhmət edəsin. Bu vətənin qurulunun qoruyan şəhidləridir, bunun idmançılarıdır. Bir də siz musiqi aləmi, həm müəllisi, sənətkarı dəyəri yoxdur. Saz ustası, gitar ustası, skripka ustası, tar ustası. Ona görə gəlmələ bir olalım. Siz bizim üçün hamımız qalibsiniz. Necə olar siz musiqidə, biz idmanda vətənimizin bayrağını həmçə dalgalandırar. Öpürəm sizi də, siz qardaşım. Mən fəxr edirəm, mənə sənətkarlardan dostum. Sen bizim əzizimizsən. Sağ ol. Mən yardımından gələn dəyərli sənətkarlarım. Öpürəm, inşallah Qarabağ, Cənub, eyni zamanda da Çingiz bizim de Çingiz deməlimdə. Təbii ki, mən Çingiz qardaşımın, Çingiz yardımlının yanında oldum. Bu qardaşlar, bu Çingizlər, bu sahibilə bizim üçün qalibdirlər. Bu günə qədər gəlib çıxdılar. Sizlər də inşallah xalq artistlərimizin, Alim Qasımovu, Zeynəb xanım, Qalib deyirsən, üçü də qalib. onu deyirəm. Sadıq müəllim, bu üç sənətkarımızın üçü də çox gözəl sənətkarlardır. Bunlar sizlərin yolun davam eləsin. Əsas idmanda döyüş sırqası deyirlər də. Bunlar da musiqi aləmində Alim Qasımov kimi, Avtandil kimi, Sadıq müəllim kimi, Zahid müəllim kimi, Hakim müəllim kimi, bu insanlar kimi həyat stoykaları düzgün saxlasınlar. Vətənin qürurunu qoruyan musiqiçilərdirsə, yəni görürsən bəzi efirlərdən yığışdırdılar o ara musiqiləri. Ona görə də Azərbaycan televiziyalarının, Azərbaycan toylarının sizin kimi musiqiçilərə, sizin kimi musiqiçilərin davamçılarına ehtiyac var. Öpürük xalqımızı, Allah sizlərdir. Əla, əla.